Vatandaş, bəs bu su niyə belə qaynardı, hay? Bu su deyil, bu çaydır. Özü də vətəndaşlar çoxdan arxivə gedib. Biz nə vaxta qədər buna dözəcəyik, hay? Çayın rəngi belə olmur axı. Bu ədalətsizlikdir. Ədalətsizlik bilirsən nədir? Hardan bilsin? Evdə bişməyib, qonşudan yerməyib. İnsanların əksəriyyəti bilmədən kirpinin üstündə oturanda ilk növbədə öz arxaları barədə fikirləşirlər. Amma heç kimin ağlına da gəlmir ki, bu balaca kirpicığaz nələr çəkir. Hələ üstəlik söyüş təpik də qazanır. Bax, ədalətsizlik buna deyirlər. Mən bir şey başa düşmədim, bu kirpinin çaya nə dəxli var, ne? Əvvəd bu, dəxli var ki, deyirdi abi. Düz deyir də, kirpinin çaya nə dəxli var, söhbəti xırdalaya bilərsən? Bura baxı, sözü də deyirəm, nə var? Analiz götürəsən məndən. Ay brat, söz demisən, sözümə də atviçət olmalısan. Vəbşə bir dənə dostoyun oğlan istəyirəm ki, bu kirpi söhbətini mənə xırdalasın. Əvvəd bax, Dastoyun oğlan, gərək söhbəti Dastoyun oğlanla xırdalasın. O da ki, Qaqulya sənlik deyil. Mən etibarla qismən razıyam, Əvvəd bax, nəyinə razısan nəsə? Gəlib indi sənə həyatı başa salaram, Bu nə səsdir, gəlsən sıçanlar bu? Ay əfə, buralarda sıçan nə gezir? Onların hamısı çoxdan acından qırılıblar. Yəqin peredaça var. Dayanın görüm, səs yerin altından gəldi. Deyirəm, dana, sıçanlardır, dana. Bizi bağışlayın, deyəsən səhv gəlmişik. Uyda, bura haradır? Bura sanatoriyadır, görmürsən? Yox, bura sehirli cırtdan zalıdır. Şehirli? Zonada bədbax, yerin məlum. Zona, neçənci kameradır? Axırıncı. Hesab edirəm ki, bir balaca cəld olsaq, mütləq çatarıq. Buraya sağla görüm, bədbax. Bir o tərəfinə bax, bir bu tərəfinə bax. Bəlkə sağında, solunda Dastoyun oğlanları oturub. Bu nədir belə? Dayan, bu ki xəritədir. Əşi boş şeydir. Yəqin bizdən əvvəl yatanlar bekarçılıqdan cızıb. Ondansa deyin görüm Allah qoysa səfərimiz aradır. Görürsən onu, eyni ilə bizimkindəndir. Bədbaxlar, vapşe siz mənim teritoriyamda nə gəzirsiniz? Heç, elə belə yoldan keçirdik. Biz san epidemi stansiyadanıq. Deməli bu sxem bizim xəritənin axırıdır. Onda belə çıxır ki, sən dediyin xəzinə buradadır? Gərək sənin dilini bura gəlməzdən qabaq kəsəydin. Mənə baxı, sən vapşe kimsə nə orada? Nə işin var o Qaquliklə? Qoçu zatsan əbəm. Bir də ki, bu xəritədir, xəzinədir. Bu sizin mülkünüz deyil. Luboy razborkada bu məsələni xırdalasın, hər tərəfli niprav çıxarsan. Bildin ay bədboq, tak şdu o hardan gəlmisiniz, oraya da qəşəhcə sürüşə bilərsiniz. Oğlum, nə səs-küy salmışsınız? Heç yerləz uşaqlara coğrafiya dərsi keçirəm. Səsinizi eşitsəm, məndən inciməyin. Kəsimiz çıxmaz, amma çay bir balada tünd eləsən heç pis olmaz lan ha. Reis, o kirpi söhbəti mənə yaman ləzzət elədi ha. Məlum o söhbəti bir də izah eləyərdiniz, zəhmət olmasa. Sənə prokuror izah elədi, başqa cür şərlik deyil.
Siz hələ buradasınız ha? Biz sizə yaxşı faiz təklif edə bilərik. Vay ne kadar teşrif edebilirsiniz? Vay. 3%. Nə qədər? 3%. Çoxdur. Sizin başınız xarab olub ya. 3% nədir? Aşağısı bədbax 70%. Sən nə danışırsan? Nə 70? Bağırma görmə. Rəis eşitdiyə bədbax. Yaxşı. 60%. Yox, hesab edirəm ki, Qışqırma da be. 50%. Allah xeyir versin. 49. Vapşe bilirsiniz ne var? Sürüşün buradan. Özümüzde xəritə var. Qazıb tapacağıq. Sizlə deyiləm, davaya dazıqın da be. Yaxşı, 50-50-yə. Nəsə gözüm heç su içmir. Satqına oxşuyur. Qorxma. Bədbax, ağzından bir kəlmə çıxarsam, vay halıva, bildin? Bildim bildim. Hiç bilmedi. Ama xahiş edirəm da polu mənə yüzdürmeyin ana. Dokun da vardı, bilməyəydin da be. Gözünüz aydın olsun. Bayramlara göre siz, əfsuslar olsa da amnistiya düşürsünüz. Sizi azatlığa bırakırlar. Gedin ağlınızı yığın başınıza. Mən heç bir aminist qəbul etmirəm. Nə var bayırda? Çıxıb nə edəcəyəm? Əlimdən başımdan bir iş gəlmir. Nə ilə məşğul olum? Müxalifətçilik etməyəcəm ki, zapadlıdır. Mənə də lazım deyil. Onsuz da surokuma az qalıb. Vay ben de oturmuşam lan ağzım için. Demək havaya, içmək havaya. He? Bir dəqiqə deyən görüm necə yanı oturmusan özün üçün. Qaqulik, sən davay, uçdun buradan. Amnistiya düşmüsən, davay get də, get buradan. Reis, diqqətimə görə çox sağ ol. Amma bizə amnist lazım deyil. Bircə bunu apar. Evdən sarı yaman darıxır. Kameranı da hərif artıq yaxşıca təmizləyib. Qoy getsin. Özünüz bilin. Qəbul eləmirsiniz, eləməyin. Çıx bayra görüm. Bu pul ki düşdü əlimə, sənin promo gedirəm Rolls Royce'a, bir dənə özümə spes zakaz araba yığdırıram. Çoxdandır Robikcan məni toya çağırır. Əlim aşağıdır deyə gedə bilmirəm. Mən də Meksikaya gedəcəm. Özümə bir dənə ranço alaram. Balaca, çox qalıb. Gelin. Biraz da siz qazın yine. Ben öldüm ki. Heç zad olmaz, canım bərkiyər. Özdə tələs yürüm ay bədbax, axşama düşərik. Rolls Royce bağlanar. Balaca cəld işlədi var. Üzey udarları Dvaynoy gedir. Ay seni hoş gördük Qaqulik. Heyr ola buralarda. Siz kimsiniz? Biz Dəyirman qrupası. Bəs sən kimsən? Mən geologam. Bədbax, ondansa de görüm hansı kameradansan? 6-cı kameradan. Sizdə də divarda xəritə var? Var. Necə bəyəm? Heç, elə-belə soruşuram. Qaqula, sən davay, qayıt ginən. Qayıt sənli iş deyil. O məsələ uca həll olunub. Necə həll olunub be? Qəşəcənə 50-50-yə. Tak uçdu, ay brat, uçdum buradan. Davay da git de ne? Git buradan de ne? Belə getsə bütün zona xəzinə üstünə tökülüşəcək. Tələsmək lazımdır. Vay dede. Başım patladı. Bey, vay siz de buradasınız. Sen buradan ne gelsin la bədbax? Vay size kömək eləməyə gəlmişəm dana. Sən axı bizim hara gedəcəyimizi bilmirdin. Bura necə gəldin? Vay mən o xəritəyə o qədər baxmışam ki, bütün yolu əzbər bilirəm dana. Vay mən tupoy bilirdiniz he? Mən yurfakı qutarmışam niyə? Mən sizə deyirdim axı, bundan gözüm su içmir. Onsuz da ona bir qəhbi də çatmayacaq. Vay niyə? Ona görə ki, biz ücret pulu öz aramızda bölmüşük. Qaqulya, sen ne kadar danışırsan he? Diğerler bölünüp, İznaçit bölünüp de ne? Ora baxın, seyf.
Qoy da, bunun necə açaq? Bəlkə sındıraq? Yavaş bu sənin üçün qarpız qabığı deyil. Vay, bütün pulu ədalətle bölməliyik ya. Sən yenə başladın. Mən təklif edirəm ki, heç bir təklif zad ola bilməz. Xəzinənin yarısı mənim olmalıdır. Yavaş görmə. Bəs o xəritəni indiyənə kimi kim qoruyub saxlayıb? Hıy! Kim olacaq? Mən, zakonda olan bir yurist kimi. Sən kəs özü də xəritə versin mənim teritoriyamda olub. Tak işte ay brod, xəzinənin yarısı mənimdir. Bu ədalətsizlikdir. Bədbax, ədalət söhbətini bayaq rəis xırdaladı da sənə. Başa düşmədin? Özü də sən özünü yuyulmamış kömçə kimi hara soxulsan vapşi? Bir dəqiqə dayanın. Biz loxzadıq bəyəm. Vapşi mənə payımı verin. Əblaba. Vay dədə, polislər, mən təslim. Mən bunları tanımıram. Xüsusən də Rəsulu, Etibarı və İlyası. Necəsiniz? Nə oldu? Təzə hoqqa çıxarsınız eləmi? Bütün işləri qutarıbsınız, indidən banklara girişmisiniz? İndi işinizin üstünə bir dənə də iş gəldi. Dövlət əmlakını oğurlamaqda təqsirli bilirsiniz. Davayın hamınız maşına. Murtuz müəllim, deyəsən əməliyyat uğurlu oldu. Mənim mükafatım nə məbləğdə olacaq? Sən buradasan, sən lap yaddan çıxmışdın. Davay sən də maşına. Olmadı ki müəllim, heç olmasa bir payok da verin də. Əşi, niyə olmadı? Get divarlara xəritə çək. Zondakılar darıxmasınlar.